Hər gün, bəlkə də gündə 2 dəfə milyonlarla insan bu pilləkənlərdən aşağı enir. Kartı vururuq, turniketdən keçirik və o qaranlıq tunellərə giririk. Bizim üçün bu sadəcə işə və ya evə çatmağın ən sürətli yoludur. Amma heç düşünmüsünüzmü ki, ayağınızın altında o betonların arxasında əslində nələr yatır? Bakı metrosu, Şərqin ilk, Sovetin isə ən çətin şərtlər altında tikilən yeraltı şəhəri. Bu gün sizə internetdə oxuduğunuz uydurma əfsanələri yox, bu gün sizə divarların dilə gəlsəydi nələri pıçıldayacağını danışacağam. Qapılar bağlanır. Biz isə dərinə, lap dərinə enirik. Gəlin hər şeyin başladığı yerə qayıdaq. İkinci Dünya müharibəsi bitmişdi, amma Bakıda başqa bir müharibə başlayırdı. Yeraltı müharibəsi. Sovet mühəndisləri Moskvada, Leningradda metro tikmişdilər, amma Bakı tamamilə başqa bir aləm idi. Bilirsiniz niyə? Çünki Bakı faktiki olaraq suyun üzərindədir. Torpağı qazırsan, su çıxır, palçıq püskürür. Mühəndislər dəhşətə gəlmişdi. Təsəvvür edin. Elmlər Akademiyası və ya İçəri şəhər tərəfləri qazarkən tunelləri su basırdı. Görülən işlər bir gecədən məhv olurdu. Bu sadəcə tikinti deyildi. Bu təbiətlə insanın savaşı idi. Bəs bu savaşı necə qazandılar? Bax, burası çox maraqlıdır. Dünyada nadir tətbiq olunan bir üsula əl atdılar. Torpağı dondurmaq. Bəli, səhv eşitmədiniz. Maye azotla yeraltı suları dondurdular ki, tuneli qaza bilsinlər. Bu gün o vaqonda rahat oturub gedərkən əslində başınızın üstündə nəhəng su kütlələrinin və dondurulmuş tarixin olduğunu unutmayın. O vaxt minlərlə insanın əməyi, tər və qanı bahasına 1967-ci ildə Şərqdə ilk dəfə olaraq qatar yola düşdü. Amma bu sevincin arxasında gələcəkdə baş verəcək faciələrin kölgəsi də var idi. Yaxşı, gəlin biraz mövzunu dəyişək və ətrafımıza daha diqqətli baxaq. Heç metroya girəndə ayağınızın altına fikir vermisiniz? Giriş qapılarının önündə yerdə metal lövhələr var. Çoxumuz üstündən keçib gedirik, amma bilirsinizmi onlar nədir? Bakı metrosu sadəcə qatar yolu deyil, bura nəhəng bir nüvə sığınacağıdır. O yerdə gördüyünüz metal lövhələr əslində tonlarla çəkisi olan hermetik qapılardır. Əgər nüvə partlayışı, kimyəvi hücum və ya böyük bir fəlakət olarsa, o qapılar yerdən qalxır və stansiyanı tamamilə möhürləyir. İçəridəki havalandırma sistemi xüsusi rejimə keçir. Hətta bəzi stansiyalarda, məsələn elmlər, Nizami kimi dərin stansiyalarda minlərlə insanın günlərlə yaşaması üçün su ehtiyatı, generatorlar və gizli otaqların olduğu deyilir. Yəni biz hər gün əslində nəhəng bir qalanın içindən keçirik. Hətta metro 2 deyilən gizli xətlər haqqında da şayələr var. Amma gəlin real danışaq. Mövcud xətlərin özü onsuz da ən böyük sirri, sağ qalma şansını özündə daşıyır. Bəlkə də fikir verməmisiniz, amma Bakı metrosu həm də yeraltı muzeydir. Məsələn, Nizami stansiyası dünyanın ən gözəl metro stansiyalarından biri sayılır. O mozaikalara baxın. Orada Nizami Gəncəvinin əsərləri təsvir olunub. Amma Sovet dövründə tikildiyi üçün diqqətlə baxsanız, bəzi detallarda o dövrün ideologiyasının izlərini görə bilərsiniz. Bəs 28 may, əvvəlki adı 28 aprel idi. Adlar dəyişdi, mozaikalar söküldü, amma divarlar köhnə tarixləri xatırlayır. Və ən maraqlısı ruh stansiyalar. Heç Həzaslanov stansiyasında qatarın niyə bəzən o biri platformaya gəldiyini düşünmüsünüz? Və ya Xətai ilə Cəfər Cabbarlı arasındakı o qəribə tək yollu əlaqəni? Əslində Bakı metrosunun planında tikilməli olan, amma yarımçıq qalan onlarla kilometr tunel var. Həzaslanov 2 adlı bir stansiyanın tikintisinin illərdir yarımçıq qaldığını bilirdinizmi? Torpağın altında bizim görmədiyimiz boşluqlarda istifadəsiz qalan, qaranlığa qərq olmuş beton dəhlizlər var. Ora ancaq metro işçiləri girə bilir. Kim bilir, bəlkə də o boş tunellərdə zaman başqa cür axır. Bakı metrosu dəmirdən və betondan ibarət soyuq bir yer deyil. O, bu şəhərin döyünən ürəyidir. O, tariximizin ən çətin günlərinin şahidi və ən böyük faciələrimizin ortağı, gələcəyə apardığımız ümidlərin bir daşıyıcısıdır. İndi isə danışmaqda ən çox çətinlik çəkdiyim hissəyə gəldik. Amma bunu danışmalıyıq, çünki unutqanlıq tarixin təkrarına səbəb olur. 1995-ci il 28 oktyabr şənbə günü axşam saatları. Ulduz və Nərimanov stansiyaları arasında qatar tuneldə dayanır. Elektrik nasazlığı və sonra da yanğın. Bu hadisə rəsmi olaraq Guinnessin rekordlar kitabına dünyanın ən dəhşətli metro qəzası kimi düşüb. 289 insan, onların arasında uşaqlar, tələbələr, evə tələsən analar var idi. Rəsmi hesabatları oxuyanda insanın qanı donur. İnsanların çoxu yanğından yox,
dəm qazından və panikadan həyatını itirmişdi. Tunel qaranlıq, nəfəs almaq mümkün deyil. Bu gün Ulduz stansiyasından keçərkən divarlara diqqətlə baxın. O tunellərin divarlarında hələ də o gecənin səssiz harayı var. Bu faciə bizə yalnız bir şeyi öyrətdi. Təhlükəsizlik qaydaları qanla yazılır. O gündən sonra Bakı metrosunda çox şey dəyişdi, amma itirilən canları heç nə geri qaytara bilməz. Ruhları şad olsun. Növbəti dəfə metroya minəndə telefonunuza baxmaq əvəzinə bir anlıq ətrafa baxın. O sütunlara, o naxışlara və o yorğun qatarlara. Onların danışacaq çox sözü var, amma yalnız eşitməyi bacaranlar üçün. Bu videonu hazırlayarkən mən çox təsirləndim. Ümid edirəm sizə də bu hissləri ötürə bildim. Əgər Bakı metrosu ilə bağlı sizin də bildiyiniz, şahidi olduğunuz maraqlı, qəribə hadisələr varsa, xahiş edirəm rəylərdə yazın. Bu qaranlıq səyahətdə mənimlə sona qədər qaldığınız üçün təşəkkür edirəm. Daha çox bu cür hekayət tipli videoların gəlməyini istəyirsinizsə, bunu yorumlarda mütləq bildirin. Kanalımıza abunə olmağı və bu sirli tarixi paylaşmağı unutmayın. Hələlik, işıqlı stansiyalarda görüşmək ümidi ilə.